Hər vaxtınız xeyir olsun. Kanalıma abunə olmağı unutmayın. Növbəti videolarda gələ bilsin. Tez-tez buranı keçəcəm. İndi baş ətrafındakı o şirin qıvırcıqlarını eləyəcəyik. Onun üçün də bizə biraz daha tünd bir ip lazımdır. Siz hansı ip özünüzə məsləhət bilsəniz onu seçərsiniz. 1.75 milim qurçokdan milçədən istifadə edirəm. Və əvvəlcə dairələri çizmək üçün bizə bu qara nöqtəli və yaxud da nədirsə iynələrdən istifadə eləyəcəyik. Gözdən sayıram. 1, 2, 3, 4, 5. Buradan yox 6. Buradan qoyuram. 1, 2, 1, 2, 3, 4, 5, 6, 7. 7-dən sonra 7 və 8 arasında keçirtdim. Digər tərəfdən də eyni qayda qoyacağım. 1, 2, 3, 4, 5, 6, 7. 7 və 8 arasına qoydum. Buranı da bəlli etdim. Üst hissəni də bəlli edirəm. Üst hissədə buradan gəlirəm. Bu dairədən 1, 2, 3, 4. Buradan qoyuram. Daha sonra alt hissədən gəlirəm. Buradan sayıram. 1, 2, 3, 4. Buradan qoyuram. Bu qayda dairə çizərək davam eləyəcək. Yəni bunları qoyduzsa əslində bəs eləyir. Buradan belə yumrulanaraq gedə biləcəksiniz. İlmək çıxarda biləcəksiniz. Amma istəyirsinizsə daha kəskin olsun. Birazını da buradan qoya bilərsiniz. Birində bunun ara məsafəsində qoya bilərsiniz. Və ilmələr çıxardaraq dairəsəl bir çizgi çizəcəyik. Burada normal say yoxdur. Kimisində çox, kimisində az bir say alına bilər. Ona görə də mən sizə standart bir say verməyəcəm. Alt hissədən iynəmi keçirdiyim yerdən başlayıram. İlmə çıxardıram. Bu qayda edilmə qaydasını göstərəcəm. Bir dənə də zincir çəkirəm. İpi sabitləyirəm. Bir zincir çəkirəm əlavətən. Daha sonra hər bir ilməyə 1x eləyirəm. Baxın, bunun yanındakı ilməyə də batdım. İlmək çıxartdım. 1x toxudum. Sürüşdürmə eləmirəm. 1x toxuyuram. Bir ilmə çıxartdım. 1x toxudum. Yenə qayda. Yanındakına bir ilmə çıxartdım. 1x toxudum. Bu qayda davam edirəm. Sonra burada dairə çəkirəm. Baxın, çarpaz əvvəl düz batırdım. İndi çarpaz batacağım. Yəni ki, bu sıradan bu sıraya çarpaz girirəm. Dairə çizmək üçün. Yenə eyni qayda. Üstdən alta belə yan batıram. Dairə çizmək üçün götürdüm. Ta ki, baxın, bu çizgiyə gələnə qədər. Eyni qayda yenə dairə çizirəm. Bir dənə də gəlirəm, batıram. Bu çizgiyə gəldim. Sonrasında artıq buranı düz davam eləyirəm. Bu birisi nişanıma gəlirəm. Buradan iki nişana gəldik. Artıq bunu çıxardırıq. Bu hissəni də biraz baxın necə
səliqəli alınır. Bu hissəndə düz davam edirik. Amigurumilərdə bu doldurma məsələsi də çox önəmlidir. Doldurduqda əlinizlə nizam versəniz daha uyğun olar. Bir hissəni tam doldurmamış digər hissələ sentfonu sıxışdırmayın. İndi burada yenə bu şəkildə çarpaz gedəcəm. Yana gedirəm. Yan gedirəm. Və burada bir dənə düz götürürəm. Arada sentfon çıxır. Belə buna da çatıram. Yəni texnika budur. 4 hissədən işarətləyici qoyursunuz. Buradan dediyim kimi videonu əvvəl eləyib baxa bilərsiniz hansı hissələrdən qoydum. Buradan 7 saydıq. 7-8 ilmək arasında qoyduq. Burada da eyni qayda. Buradan da 4 saydıq. 4-5 sıra arasında qoyduq. Və buradan da 1, 2, 3, 4, 4-5 arasında da bura qoymuşuq. Buralar 4-5 arası, buralar 7-8 arası ilmələrin hər birinə işarətləyici qoyduq və aşağıdan başlayaraq ipi sabitləyib bir zincir çəkərək başlayaraq belə dairəsəl bu hissələri isə çarpaz bataraq gedirik ta ki bu işarətləyicimizin üst hissəsinə gələnə qədər. Belə dairəsəl toxuyuruq. Nə qədər ilmək əldə elədik, fərqi yoxdur. Səndə başqa cür, məndə başqa cür say fərqi ola bilər. Ona görə əsas toxunma qaydasına burada fikir verəcəyik. Burada yox, burada, baş ətrafı qıvırcıqlarda. Baxın belə döndüm, gəldim axırıncı ilməkdə X toxdum. İndi burada birləşdirirəm bu bir zincir çəkdiyim hissəyə. Birləşdirirəm. Bir zincir çəkirəm, yuxarı qalxıram. Bu hissədə bir zincir qalxmıram, daha doğrusu 2 zincir qalxıram yuxarı hissəyə. Çünki trabzan eləyəcəyik, DC eləyəcəyik. Başına doluyuram. Bu hissədə hər birinə cüt bataraq ikili trabzan eləyirəm. Yəni DCV edirəm. Hər birinə cüt batıram. Baxın. İlk gördüyüm ilməyə elə dibindən başlayaraq cüt batdım, 1-2 etmiş oldum. İndi növbətiyə cüt batıram. Növbət olmadı. Növbətiyə cüt batıram. 1, eyni yerə təkrar 2. Başına doluyuram. 1, 2. Hər bir X-ə cüt batıram. İkili trabzan DCV edirəm. Sıra sonuna qədər. Sıra sonuna gəldim. Hər birinə cüt bataraq ikili trabzan etdim. İndi yenə burada birləşdirirəm. Təpəsindən götürərək birləşdirirəm və 2 zincir çəkirəm, üstə qalxıram. Yenə hər birinə cüt batıram. Hər bir ilməyə ikili trabzonla cüt batıram. Digər şirdə o əgər belə pərvazlı bir şəkildə olmağını istəyirsinizsə, onda bir toxu bir artır, sonra növbəti sırada da 2 toxu bir artır eləyəcəksiniz, qutaracaqsınız. Amma daha sıx və pıtırcıq bir şəkildə olmağını istəyirsinizsə,
O zaman indi mən elə olmağını istəyirəm çünki. O zaman burada hər birini necə artır elədiyim kimi yenə də hər bir ilməyə artırma eləyəcəm. Daha sonra isə CC-lərlə pıtırcıqlar qoyacağam. Deməli, ikinci sırada da baş ətrafında hər birinə cüt batdım. İçeri DC elədim, trabzan elədim. Ondan sonra burada birləşdirdim. Bir zincir çəkmişəm. İki zincir də əlavə çəkəcəm. Toplamda 3 zincir olmuş olacaq. Və eyni yerə təkrardan bataraq CC eləyirəm. Və bir dənə pıtırcıq eləmiş oluram bu görünüşdə. Daha sonra növbəti CC-mi eləyirəm, amma burada zincir çəkməyəcəm. Bir dənə CC etdim. Növbəti ilməyə bir CC də eləyirəm. 1, 2, 3 zincir çəkirəm və eyni yerə yenə təkrardan bir CC edərək sürüşdürürəm. Qarşısındakından bir CC edirəm. Yenə bir CC edirəm. 1, 2, 3 zincir çəkirəm. Eyni yerə təkrardan CC edirəm. Yəni ki, CC bu görünüş əldə edəcəksiniz. Belə pıtırcıqlar. Yəni ki, deməli, bu CC etdiyimdən növbəti DC-də CC edirəm sadəcə. Ondan sonra yenə 2 CC edirəm. İkinci CC-də 3 zincir çəkirəm. Baxın, 1 CC etdim. Boş buraxıram, yəni bundan zincir çəkmirəm. Növbətiyə CC etdikdən sonra 3 zincir çəkirəm. 1, 2, 3. Yenə həmin CC-yə bataraq CC edirəm. Yəni ilmək sürüşdürmə edirəm. Və bu sıra sonuna qədər bu şəkildə davam edir. Belə bir pıtırcıqlar əldə eləmiş oluruq. Sıra sonuna qədər bu qayda gəlirəm. Baxın, bu qayda pıtırcıqlı alındı. Şirin görsənir. Dediyim kimi, əgər daha belə mən digərində də Instagram kanalımda görmüş olarsınız. Orada burada artırma eləmişəm. İkili trabzan hər birinə DC batmışam. Hər bir ilməyə 2 dəfə DC batmışam. Amma növbəti sırada buradakı kimi yenidən hər birinə DC batmamışam. Bir toxu 1 artır DC eləmişəm. Yəni 1 DC, 1 DCV eləmişəm. Növbəti sırada da 2 DC, 2 DCV eləmişəm. Yəni 2 toxu, ikili trabzon, 1 artır. Bir yerə, yəni cüt trabzon batmaq. Daha sonrasında isə 3 toxu, 1 DCV eləmişəm. Yəni 3 dəfə ikili trabzon, eyni yerə 2 dəfə cüt bataraq trabzon eləmişəm. Və bitirmişəm. Amma burada bunu eləmək istəmədim. Siz istəsəz onu da eləyə bilərsiniz. O da qəşəng yalınır, pis alınmır. Sadəcə də çox küpürlü olur. Bu daha yığcam durur. Bunu da zaten görmüş oldunuz. İndi üz qaydalarına keçirik. Gözlərini batıracağım. Sonra bu hissəsini batıracağım. Qulağının birini toxumuşam. Digərini göstərim. Sonra üzünün batırma hissəsini göstərim. Bu qayda qulağının birini toxumuşam. Digərini də bir yerdə toxuyaq. Deməli, sihirli halqa eləyib tərkibini 6x doğruyuruq. 6x doldururuq. 1 2 3 4 5 və
6. Daha sonra bunu belə birləşdiririk. Sonrasında hər birinə cüt bataraq 6V edərək 12x əldə edirik. Hər bir x-ə 6x-in hər birinə cüt batırıq. 1 cüt batdıq. İkinci 1 eyni yerə 2 cüt batdıq. Üçüncü 1 eyni yerə yenidən ikinci cüt batdıq. Hər birinə cüt batırıq. 12x əldə edirik. 12x toxumuş oldum. Arxadan görmüş olduğunuz birləşdirdiyim bu ipi sıxırıq. Baxın, belə sıxırıq və burada arxadakı ilməklərdən çıxıntılarından götürərək bir dənə də x çəkir, möhkəmləndiririk ki, burada açılma ehtimalı olmasın. Daha sonra bu ipi önə gətirirəm. Burada işarətləyici kimi istifadə edirəm. Başqa ip də istifadə edə bilərsiniz. Və bir toxu bir artır edirəm. 1x, 1v. Bunu eyni yerə cüt batıram. 6 dəfə təkrar edirəm. Növbəti sıraya keçirəm. 1, 2, 3-cü sıradayım. 4-cü sıraya keçirəm. 2 toxu bir artır edirəm. 24x əldə edirəm. Burada deməli 1 tək batdım. 2 tək batdım. Görmüş olduğunuz bu cütün ortasına gəlmiş olam. Yəni burada artırıram. 2x 1v üstü 6. Yəni 6 dəfə bunu təkrar edirəm. 24x əldə edirəm. İndi 2 sıra düz 24x toxuyuram. Yəni hər birinə sadəcə olaraq x batıram. Nə artırıram, nə azaldıram. Bu qayda düz bir şəkildə baxın, artırmaların üstünə də x batıram. Düz bir şəkildə toxuyuram və bu yığılır. Düz bir şəkildə 2 sıra toxuyuram. 2 sıra bu qayda toxuduq. İndi belə birləşdiririk və ön ilməkdən və arxadakı birləşdirdiyimiz bu ağza-ağza birləşdirmişik bu qayda. Bunları x şəklində toxuyuruq. Bu şəkildə. Birləşdiririk. Belə birləşdiririk, ipi qopardırıq. Uzun bir şəkildə ip saxlayacağım. Burada bir zincir də çəkirəm. İpi uzun buraxıram. Tikiş payı buraxıram. Kəsirəm və belə bir qulaqda alınmış olur. Bunları bu qayda tikəcəm. Təbii ki, o iynələr yardımı ilə sabitləyəcəm, tikəcəm. Əvvəl yapışqanlardan istifadə edərək sabitləyib tikirdim. Sonra da onu tikmək çətin olur. Yapışqanlara ilişir, ip geniş qalır. Amigurumi breloklarda o daha sərfəlidir. Az miqdarda vursanız. Amma belə iynələrdən istifadə edin. Bir qulaq bura, bir qulaq da digər tərəfə bu qayda sabitləyərək tikəcəksiniz. Üz quruluşunu qeyd edeyim indi. İndi belə qalın bir iynəmizi alırıq. Bunu bir qat deyil, bu şəkildə 2 qat saplayacağıq. Saplayırıq. Bu qayda və
İlk öncə göz batırma edirik. Mən gözləri adətən üst hissədən batırıram. Yəni sadəcə buradan alaraq batırıram. Baxın. Bu gözün alt hissəsindən çıxdım. Altda biraz ipi saxlayıram. Qayda. Düyün atmadan saxlayıram. Keçirəm digər qarşı tərəfə və aşağıdan çıxıram. Bu qayda indi bunu sabitləyəcəyik və eyni şeyi digər gözə eləyəcəyik. İki ipdə, baxın 4 dənə ip var. İkisini də tutdum belə möhkəm. Bunu belə bastıraraq sıxıram və bu qayda bunu düyün edirəm. Bastıraraq bu qayda düyün vururam. 2 dəfə düyün vururam, 3 dəfə düyün vururam, o sizə qalır. Və mən 3 dəfə düyün vurdum. Qalan ipi də artıqını kəsdim, içəriyə getdi. Bu artıq ipi də nəzərə alın. İp israfı zad. Hamısı bir yerdə o kuklanın tərkibinə daxil olur. Yəni biz o qədər ip istifadə edirik. Eynisini digər gözə də eləyirəm, gəlirəm. Bu qayda digərinə də etdim. İndi istəyirəm mən qulaq hissələrini tikim. Qulaqlarını bəlli bir hissəyə belə bəlirləyirəm. Görmüş olduğunuz bu işarələyicilərlə belə ilişdirirəm uclarını. Arxa hissədən tikəcəm qulağı. Belə. Birləşdirirəm. Qulağı bu hissədən arxadan tikəcəm. Digərini də o qayda bura birləşdirirəm, tikirəm, gəlirəm. Bunu qeyd edeyim. Burada hansı cərgədə bunu qulağı sabitləmisinizsə, digər bir cərgəni də tapırsınız. Eyni qayda o hissəyə doğru sabitləyin. Çünki sintez alınsın, yəni paralel olsun, göz yormasın. Eyni qayda digər tərəfdən də baxın. Göz yormasın deyənə uyğunluğa fikir verək. Cərgələr uyğun olsun. Uzun buraxdığım iplə iynəmi sabitlədim. Arxadan birinin tikilişini göstərəcəm sizə. Bunu bir dənə bura mən sabitləyib sonra onu çıxardacağım. Baxın. Ən yorucu hissə tikiş hissəsidir. Soruşasınızsa əgər. Toxumadan daha çox hissələri birləşdirmə yorur insanı. Stolun da köməyindən istifadə edərək. Bunu bura sabitlədim və bunu çıxardıram. Deməli, baxın, bununla bu arasına bu şəkildə keçirdirəm. Bildiniz, ona görə biraz çətin olur. Amma siz bu hissəyə də tikə bilərsiniz. Yəni fərq yoxdur, biraz qabağa düşəcək qulaq. Bir qulaqdan
götürürəm. İndi buradan yenə daxil oluram. Bir qulaqdan götürürəm. Bir də başdan götürəcəm. Burada bir dənə də qulaqdan götürürəm. Çünki birləşdirmiş oldum. Biraz da əlimlə bastırıram ki, ip oradan uzaqlaşmasın. Kameranın da təbii ki, çətin olur önümüzdə kamera. İndi bir də başdan götürürəm. Yəni bu şəkildə girirəm hər birinə. Onda da tikiş hissə bəlli olmur. Hə, bu arxaya düşür, mən bunu hardan gəldi tikim desəniz, inanın ki, səliqəli alınmır. Buradan birini götürürəm və qulaqdan birini götürürəm, ipim çıxıb. Yəni bu şəkildə qulaqdan birini götürürəm, başdan da bu qayda daxil olaraq birini götürmüş oluram. İpi tikişi sonlandırıram. Eynisini digər tərəfə eləyəcəm. Bu arada mən bunu qeyd edeyim sizə, əgər bu qulaqdakı ilmələrlə başdakı bu hissədəki ilmələrin sayı eyni gəlmirsə, yəni tikişdə çətinlik çəkirsinizsə, uyğunluq gəlmir, burajı qurtardı, ilmə götürə bilmirsinizsə, eyni yerə təkrar bata bilərsiniz. Mən məsəl üçün buradan götürdüm və burada artıq digər tərəfə düşəcəyim üçün burada götürdüyüm ilmədən yenə daxilinə, tərkibinə daxil oldum. Çünki burada batırdığım hissədə denk gəlim deyənə, baxın, daxil oldum, tikdim, indi burada artıq qarşı tərəfə düşmüş oldum. Amma bayaqları buradan götürdüm, bu ilməyi götürdümsə, buradan da eyni ilməyə daxil olaraq tikdim. Artıq burada bir sabitlik yarandı. İndi buradan bu hissəyə daxil olaraq tikirəm. İpi burada düyün etdikdən sonra batırıq arxa hissəyə, hər hansı bir yerdən çıxıb ipi gizlədirik. Yəni tikişin bəzi hissələrini kamera qarşısında tam dəqiq göstərə bilməsəm də, əsas detaylarını düşünürəm ki, demiş oldum. Arxadan bu qayda baxın, zolaq görsənməyəcək dərəcədə, yəni zolaq hissəsindən tikdik. Yəni bu iki araya yaşıl iplə açıq yaşılın arasına və belə qulağımız oldu. Eynisini də digər qulağa eləyəcəyik. Digər qulağı da tikdim. İndi burada düyün edirəm və buradan daxil olur, digər tərəfdən hər hansı bir yerdən çıxıb o ipi itirirəm. Belə qulaqlarımızı tikmiş oldum. İndi qaş hissəsini eləyək bir yerdə. Qaşlar üçün də gözü 2 qat sapladım. Yenə də nədir belə? Bunları gizlədərik. Alt hissədən daxil oluram. Buradan bəlli elədiyim hissələrə daxil olacağım. Biraz gözə yaxın eləyirəm mən qaşı. Buradan da ola bilər. Baxın belə gözün hissəsindən biraz aşağı enəcək, Z şəklində aşağı enəcək dərəcədə. Bu hissələrə qaş eləyək. Eyni qayda digər tərəfə də qoyaq. Eyni cərgə ilə getsin, amma göz hizasında getsin. Yenə də aşağıya gələcək dərəcədə bu qaşlarımızı düzəldək.
İpi altdan daxil edirəm. Əvvəlcə bu işarətlədiyim yerdən çıxacağam. Və alt hissədə yenə də az qalacaq dərəcədə, yəni düyün ata biləcəyim dərəcədə ip saxlayıram. Digər hissədən batıram. Belə digər tərəfə sıxıram. İndi burada belə bataraq dairələr çəkirəm. Yəni ipi bura doluya qalın bir qaş əldə eləmiş oluram. Bu qayda davam edirəm. Əlimlə də dəstəkləyirəm ki, başqa yerə qaçmasın. Küt düşməsin, yəni üst-üstə. Bu qədər bizə bəs eləyir deyərək, bundan sonrasında da artıq aşağı düşürəm. Buradan yenə batır, alt hissədən çıxıram və burada düyün edəcəm. Belə bir qaş eləmiş oldum. Alt hissədə düyün vururam, eynisini digər tərəf eləyirəm. Gördüyünüz kimi hər iki tərəf etdim. İndi əlimdə qara bir ip var. Tək qat saplayıram. Gözünə süzmə verəcəm. Baxırıq. Bu yan hissədən çıxıram. Çıxdım. İpi yenə altda biraz qalacaq dərəcədə saxlayıram. Buradan qarşı tərəfdən dibdən batıram. Aşağı düşürəm. Belə düşürəm. Baxıram. Bu şəkildə digər tərəfə də eynisini eləyirəm. Bu arada bu tam qara ip deyil. Baxın, belə qaranın içi çilli olan var ya, indi kodunu da sizə göstərərəm, o iplərdəndir. Digər gözü də eyni qayda etdim. Get-gedə şir gözəlləşir. İndi ağız hissəsini qoyacağıq. Siz istəsəniz ağzını belə yumru ağızda toxuya bilərsiniz. İstəsəniz mənimki kimi belə batırıq da eləyə bilərsiniz. Mən bugün onu eləyəcəm. Növbəti bir başda toxuyaram, sizə onu göstərərəm. Biraz üst hissədən çıxardacağım, yəni gözün bu hissəsindən. Biraz üstdən ortalama götürək. Aşağıda yenə ip saxlayırıq. Və tam aşağıdan batmadan belə baxıram. Batıram, buradan sıxıram.
Bir də batıram üst hissəyə. Baxın, artıq darta bilirik. Görürsünüz. Belə. Bunu bu qayda dartırıq. Forma verə bilirik. Yenidən buradan bataraq altdan çıxıq. Şimdi daha da möhkəm sıxaraq bağlayacağıq. 3 dəfə düyün atacağıq. Əgər dəqiq baxmamısınızsa videonu əvvələ çevirərək baxa bilərsiniz. Bunu ipləri belə bastıraraq burada görünüşü əldə edirəm və düyün atıram. Belə bir görünüş əldə eləmiş oluram. Dediyim kimi burnunu indi eləyəcəm. Dediyim kimi belə ağızda dairəsəl, ağızda toxuya bilərsiniz, burun eləyə bilərsiniz. Sapımı 2 qat elədim yenə. Burnunu da qaşları kimi eyni qayda eləyəcəm. Buradan ipin bitişi hissəsindən eyni çizgidən çıxıram. Həmin çizgidən baxın. Çıxdım. Hardasa bu çizgidən 1-2 addım bura, 1-2 addım bura çıxacaq. Altda ip saxlayıram. 1-2 və digər tərəfdən yenə çıxıram. Ay. Bura biraz çətin olur. Və yenə vuraraq eyni qaşdakı kimi belə davam edirəm. Eynən qaşdakı kimi edirəm. Gördüyünüz kimi bu da belə eləyəndə baxın şirimiz bitmiş oldu. Şir dəstinin baş hissəsinin ikinci hissəsi bitmiş oldu. Bura biraz girdi, mən bunu biraz çıxardacağım. Kanalıma abunə olmağı unutmayın, mənə dəstək olursunuz. Digər sxemlərimi çıxardanda da burada paylaşacağım. Daha doğrusu çıxartmışam. Hamısı bir-bir ardıcıllıqla asandan çətinə doğru davam eləyəcək. İnşallah, əgər bu videoya daha çox baxış sayı gəlsə, inşallah Novruz bayramı başlamamışdan öncə mən sizlə çosanı toxuyacağam. Çosa sxemini çıxardacağam və paylaşacağım. Allahın izni ilə. Kanalıma abunə olmağı və mənə dəstək olmağı unutmayın. İnşallah şiri toxuduqda da məni etiketləməyi də unutmayın. Gözləyirəm. Sağ olun.